Belimdən ağrı vururdu, qıçımdan başlayar belə topla kimi. Mətəd xanım, gələndə vəziyyətimiz necə idi? Hansı şikayətlə gəlmişdik? İndiki vəziyyətimiz nədir? Bunun haqqında məlumat almaq istəyirik. Vəziyyətimiz necədir? İndi yaxşı. Yeriyə də bilirəm, pilləkəndə Ay, qalxa maşallah. bilirəm. Maşallah. Rahat oturub dururam. Gələndə Hərəkətlə. vəziyyətimiz necə idi? Gələndə nə yata bilirdim, nə otura bilirdim, nə tərpənə bilirdim. Hansı şikayətlə Ağrı. gəlmişdiniz bura? Belimdən ağrı vururdu, qıçımdan başlayar belə topla kimi. Belinizdə disk yırtığı var idi. Disk yırtığı. Mətəd xanım bizim yanımıza gələndə belindən ayağına vuran bir ağrısı var idi. Nevroloq tərəfindən müayinə olunmuşdu, dərmanlar yazılmışdı. 7.5 millidə bir disk yırtığı vardı. Sağ siniri sıxırdı. Biz burada bir 10 günlük fizioterapiya elədik. Bundan sonraki etapda biz 2-3 həftədə bir görüşəcəyik sizdən. Və bu görüşdüyümüz zamanda həm müayinə edəcəyik, həm də ki, bir seanslıq müalicələrə girəsiniz. Buradan bizim istəyimiz bəzi ağrıqlardan oturmada, durmada, yatmada, bəzi ağrıq qaldırmaqlara diqqət edəsiniz. Çünki disk yırtığı birdən-birə 10 gün içərisində azalmır. Birinci müalicə ilə orada yenilənmə edirik. Sonrakı etaplarda oradakı əzələləri gücləndiririk, ətraf əzələləri, yüklənmələri azaldırıq ki, özünü yeniləsin. Ona görə hələ də biraz vaxtımız var, zamanımız var. Bizim sizdən xahişimiz odur ki, biraz daha özünüzü qoruyasınız. Bəs şöbəmiz haqqında fikirləriniz nədir? Müalicə zamanı. Yaxşı, çox yaxşı. Çox təşəkkür edirəm. Minnətdaram fikirlərinizə görə. Çox sağ olun.